Salam dostlar, necəsiniz? Bugünkü videomuza xoş gəlmisiniz. Anar düşdü, qatıq aldı, gəldi. Sağ olsun. İndi qatığın qaymağını da qoyacağım. Uşaqlara səhər yeməyi hazırlayıram. Sonra pankek hazırlayacağım. Sizlərlə birlikdə. Dünən qutab hazırlamışdım. Anar səhər qutab istədi biraz. Qızdırır qutabı. Sonra 2 dənə yumurta bişirəcəm. Hərəsində bir dənə çay falan hazırlamışam. Uşaqlar tosterdə çörək qızdırandan çox xoşlayırlar. Evdə ən çox işlənən elektronik əşya yəqin ki bu tosterdir. Çörək qızdırım, yumurta bişireyim. Sonra da başlayayım pankek hazırlıqlarına. Elə məktəbə də pankek qoyacağım. Dünəndən pankek istəyiblər. Nəhayət məktəb açıldı. Dincəldik, bəsdir. Pankeki hazırlamaya başlayıram. 4 ədəd yumurta, 1 stəkan süd, 1 stəkan peso, 1 vanil, bir də kabartma tozu götürmüşəm. Biraz saldım, pesok içərisində həll olundu. İndi südü əlavə edirəm. Biraz da duru yağ əlavə edəcəm, hardasa 4-5 qaşıq. Uşaqlar kakaolu istədi, ona görə kakao da əlavə edəcəm. 1 ədəd vanili tökürəm. Stəkan yarımda un gedəcək yəqin ki. İki qaşıq kakao əlavə etdim. Hələlik 1 stəkan un əlavə etdim. Kıvamına baxıb sonra unu lazım olsa yarım stəkan da əlavə edəcəm. Kabartma tozunu da əlavə etdim. Hazırdır xəmirimiz.
Tavanı azcana yağlayıram. Kıvamı bir daha göstəreyim. Belə axışqan xəmir olacaq. Üzəri belə qabardıqdan sonra çeviririk. Ölçüləri kim necə ölçüdə istəyir, elə də edə bilər. Kabardılar, artıq çevrilmə vaxtıdır. Biraz xodunu azaldıram. İndi mənim işim həm burada, həm də buradadır. Bir ton qab çıxdı. Ona görə bəzən olur ki, biraz qızarır. İkisini də bir arada eləyəm. Çünki birazdan uşaqlar məktəbə gedəcək, evləri falan da pisoslamaq istəyirəm. Çatdıra bilsəm. Biraz işlərimi görmək istəyirəm, ona görə tələsirəm. Yeməyə nə bişirəcəyimi bilmirəm. Yəqin ki, hamının evində olur. Artıq adam bilmir ki, nə bişirsin. Dünən Doğğa ilə qutab etmişdim, dediyim kimi. Fatimə neçə vaxtda Doğğa istəyirdim. Nəsə çəkiş edə bilmədim. Bir gün Doğğanın da reseptini çəkərəm. Mən Doğğa o qədər də çox bişirən deyiləm. Bir bizdə Fatimə sevir Doğğanı. Özümə artıq qreşka hazırlamışam, salat hazırlamışam. Bayram bitdi, artıq pəhriz başladı. Havalar isinir, artıq biraz pəhriz saxlamaq vaxtıdır. Bunları da təbii ki, uşaqlara hazırlayıram, mən özüm yeməyəcəm. İçini də sizə göstərim. Qəşəng qabarıblar. Üstü biraz qabardıq olduqdan sonra çevirmək lazımdır, yoxsa artıq altı qızarır. Məsələn, bu biraz qızarıbdır. Düzdür, yanma olmayıbdır, amma qızarmasa daha yaxşı olar görüntüsü. Amma iki işi də bir arada edəndə bəzən qızarır. Hər dəfə yağlamıram, bəzən elə yağladığım fırça ilə bir dəfə tavanı sürtürəm. Yapışmayan tava olanda onsuz da yapışmır. Qab yumağı xoşlayan var mı aranızda? Heç inanmıram, amma elə adam var ki, qab yuyanda
dediyinə görə stres atır. Məndə valla stres atma zad olmur. Ta da stres oluram. Önce bu yuduklarımı yığıştıram. Bu da səhərlər yağla limon içirəm. Onun rumkasıdır bizdə. Araq içən yoxdur. Səhərlər içirəm. Bir ara dayandırdım yağdan limonu. İndi yenidən başlamışam. Yoldaşıma da verirəm. İkimiz də içirik. Buraları domestosla sileyim. Pankekdən də bu qədər çıxdı. Düzdür, uşaqlar bir 5-6'sını yeyibdi. Uşaqlara gündəlik məktəb üçün qoyuram. Hər gün bişirmirəm. Məsələn, həftədə 2 dəfə bişirirəm. Ya pankek, ya petinya. Uşaqlar pankeki xoşlayır. Ona görə pankek tez-tez edirəm. Hətta sinif yoldaşları da xoşlayır. Fatimə həmişə deyir, mama sinif yoldaşıma verirəm, deyir sən pankekin çox dadlıdır.
2 günlük çıxdı. Bunlar da qalsın. Uşaqlar yeyər evdə. Başladım pisos etməyə. Dedim. Pəncərələri təzə silmişəm əslində. Ona görə silmək istəmirəm, amma uşaqların əl izləri var. Üzərindən elə belə siləcəm. Tozunu aldım. Bu təmizlik bezindən istifadə edəcəm. Təzəsini birini. Köhnəsi ilə yudum. Elə bir tozunu aldım. İndi təzə təmizlik bezi ilə istifadə edəcəm. Sonra üzərindən bu dəsmalla siləcəm. Bu səhv etmirəmsə etiketini kəsmişəm. Bu Janın şüşə siləni olmalıdır. Bu məndə çoxdandır var. Bu çox yaxşıdır. Şüşə silmək üçün ləkə qoymur. Ona görə bundan istifadə edirəm. Buna təzə keçmişəm də bilirsiniz. Amma bunlar da yaxşıdır. Amma şüşədə biraz da olsa ləkə qoyur, iz qoyur. İndi keçək üstündən silməyə. Şöyle təmizləndi. Uşaqlar böyüsün, işimiz bitəcək. Uşaqlar böyüsün, işimiz bitəcək. Uşaqlar böyür, işimiz bitmir, daha da çoxalır. Allah canların sağ eləsin. İnşallah biraz da böyüyərlər, işlər bitər. Ha deyirsən ki, pəncərəyə əl vurma, iz düşür, yenə də xeyir yoxdur. Nəsə, evi də pis osluyum. Uşaqların formalarını ütülüyüm. Məktəb vaxtı gəlir. Uşaqları məktəbə qoydum, gəldim evə. Paltarlar hələ də dayanmayıbdı. Biraz yemək yiyeyim. Nələr yiyəcəyimi də sizinlə paylaşım. Dediyim kimi pəhrizə başlamışam. Perlisi ilə görək nə qədər sürür. Qreşka qaynatmışam. Yağsız, duzsuz qreşkadır. Dörd qaşıq qreşka. Bir də özümə salat hazırlamışam dünən. Qreşkanı qatıqla xoşlayıram. Və yaxud da elə salatın üzərinə də töküb yeyirəm. Bu dəfə qatıqla 3 qaşıq da qatıq. Salatda nələr var? Petruşka olmazsa olmaz. Petruşka ödəm arttırıcıdır, yaxşıdır. Salata kələm vurmuşam, kök vurmuşam, petruşka vurmuşam, burak vurmuşam, kahı vurmuşam. Bir də bol-bol sirkə tökmüşəm. Elə adamlar sirkə xoşlamır salatlardan. Mən sirkə xoşum gəlir. Qalan petruşkanı da üstünə qoyuram. Petruşkası çox olsun. Bunları yeyib biraz dincələcəm.
Sonra bəlkə biraz gəzinti eləyərəm. Uşaqlara da spagetti edəcəm. Biraz doğan var, biraz qutabım. Spagetti istədilər, bişirəcəm. Geldim biraz gəzintiyə. Bu güllər nə gözəl görsənir. Hava çok qəşəngdir. Adı olacaq gəzmək. Bu güllər çördükcə adım çəkmək istəyir. Uşaqlar tənbəldir, evdə olanda heç çıxmadılar gəzməyə. Futbol oynayan, velosiped sürən. Bu park çox günəşlidir. Eynəyimdə qalıb maşında keçirəm o biz parka. Ən yaxşısı burada gezmək. Park doludur tələbələrlə. Hamı voleybol oynuyor. Hava sinən kimi hamı voleybola başlayır. Ne güzel görsənir. İyi de güzeldi. Bu güzel mənzərədə sizinlə sağollaşım. Başlayayım. Tez-tez biraz gəzim. Bugünlük de bizden bu kadar olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.